Sual nömrə 12. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Braziliya və Bengiya cərəyanları təqdim edilib. Biz həmən cərəyanlara aid oxşar və fərqli xüsusiyyətləri müəyyənləşdirməliyik. Öncəliklə bu cərəyanlara aid olan xüsusiyyətlərə nəzər yetirək. Ondan sonra testi həll edək. Braziliya cərəyanı və Bengiya cərəyanı. Hər iki cərəyan Atlantik okeanında yerləşir. Braziliya cərəyanı isti okean cərəyanıdır. Cənub istiqamətdə hərəkət edir. Bengiya cərəyanı soyuq okean cərəyanıdır. Şimal istiqamətdə hərəkət edir. Hər iki cərəyan ekvatorun cənubunda yerləşir. Braziliya cərəyanı isti okean cərəyanı olduğu üçün ümumiyyətcə isti okean cərəyanları bildiyimiz kimi keçdikləri sahil boyu ərazilərdə rütubətli hava şəraiti yaradır. Braziliya cərəyanı isti okean cərəyanı olduğu üçün keçdiyi sahil boyu ərazidə rütubətli iqlim şəraiti yaradacaq. Əksinə, Bengiya cərəyanı soyuq okean cərəyanı olduğuna görə keçdiyi sahil boyu ərazilərdə arid iqlim şəraiti, yəni quraq iqlim şəraiti yaradacaq. Buna müvafiq olaraq da bu xəritədən görürük ki, Braziliya cərəyanı keçdiyi sahil boyu ərazilərdə dəyişkən rütubətli, o cümlədən musson meşələri formalaşıb. Buradan Bengiya cərəyanı keçdiyi sahil boyu ərazidə isə səhra və yarım səhra landşafti formalaşıb. Buradan Namib səhrasını biz buna nümunə göstərə bilərik. İndi verilmiş test tapşırığını həll edək. Bir. Cənub istiqamətdə hərəkət edir. Qeyd etdik ki, bu Braziliya cərəyanıdır. Cənub istiqamətdə hərəkət edən. Soyuq okean cərəyanıdır. Bengiya cərəyanı. Atlantik okeanına aiddir. Hər iki cərəyan Atlantik okeanına aiddir. Dəyişkən rütubətli meşələrin yaranmasına səbəb olur isti okean cərəyanı olan Braziliya cərəyanı. Arid iqlim şəraiti yaradır soyuq okean cərəyanı olan Bengiya cərəyanı. Cənub yarımkürəsində yerləşir. Hər iki cərəyan qeyd etdik ki, Cənub yarımkürəsində yerləşir. 1-ə 1, 4, 2-ə 2, 5, 3-ə 3, 6. Doğru variant B variantı.